tuzlarının izahını. Deyirik ki, ilk öncə nitrat qutusunun quruluşu, bilmək. Hidrogen birləşir oksijeni, o birləşir azota. Azotun birinə 2 nöqtə bitə ilə birləşir. Birində isə 2 tərəfdən birdən nöqtə-nöqtələrlə göstəririk. Çünki azot 5 valentli ola bilməz. Maksimum azot 4 valentli olur. 4 valentli olur deyə hətta yəni baxın, bunu belə göstərə bildik ki, iki tərəfdən qırıq nöqtələrlə göstəririk hər ikisindəki bir hissəni. Azotumuz burada oksidləşmə dərəcəsi müsbət 5-dir, amma valentliyi 4-dür. Əzbərə bilməliyik. Xahiş eləyirəm, bilin. Azotun valentliyi 4-dür. Oksidləşmə dərəcəsi isə 5-dir. Nitrat turşusunun alınmasına gəldikdə, sənayedə nitrat turşusunu amoniakdan alırıq. Amoniakdan necə alırıq? Biz bilirik ki, amoniakın oksigen ilə oksidləşməsindən alınır NO və su oksidləşməsindən. Aldığım NO-nun üzərinə oksigen gəlirəm. Alıram NO2. Aldığım NO2-nin də üzərinə su və oksigen qazını gəlib alıram nitrat turşusunu. Bizim sənayedə alınma üsulumuz belədir. Deyirik ki, nitrat turşusu sənayedə amoniakdan alınır. Amoniakı oksidləşdirirəm, alıram NO və suyu. NO-nu oksigendən yanında bilirik ki, NO çox davamsızdır. Oksigen mühitində birbaşa reaksiyaya girir. Oksigeni özünə birləşdirib NO2 əmələ gətirir. NO2-nin də üzərinə oksigen və suyu gəlsək, alırıq nitrat turşusunu. Sizə sual verilə bilər ki, misal üçün 6 mol amoniakdan neçə mol nitrat turşusu alınacaq? Fikir verin azotun sayına. Hər ikisində bir dənədir. Deməli, elə 6 mol amoniakdan elə 6 mol nitrat turşusu alınır. Və yaxud da çıxım məsələsi verilir. Misal üçün deyirəm, 50% çıxımla 5 mol amoniakdan nə qədər nitrat turşusu alınacaq? Əslində 5 molundan 5 mol nitrat turşusu alınmalı idi. 50% çıxım dediyinə görə 5-in 50%-ni tapırıq. Olur 2,5. Yəni, bu cür suallar verilə bilər. Və yaxud da sizə deyir ki, test topuda görəcəksiniz. Deyir ki, aşağıdakılardan hansı nitrat turşusunun alınmasının sıralamasıdır. Yəni, siz bilməlisiniz ki, amoniakdır, amoniakdan NO-nu alıram, NO-dan sonra NO2-ni alıram, sonra nitrat turşusunu alıram. Bu sıralamanı bilməlisiniz. Amoniakdan NO, NO-dan NO2, NO2-dən də nitrat turşusu. Daha sonra laboratoriyada isə biz bilirik ki, sulfat turşusu nitrat turşusundan daha qüvvətlidir. Ona görə nitrat turşusunun duzunun üzərinə sulfat turşusunu gəldikdə nitrat ala bilirik. Yəni necə? Natrium nitratın üzərinə sulfat turşusunu gəldikdə natrium nitrat pərçaldadır. Buradan alınacaq natrium hidrosulfat və nitrat turşusu. Çünki sulfat turşusu nitrat turşusundan qüvvətlidir, onu duzundan çıxardır. Bu üsulu biz laboratoriyada istifadə edirik. Fizika xassələrinə gəldikdə deyirik ki, nitrat turşusu boğucu, kəskinlikli, tüstülənən mayedir. Ümumiyyətlə çox tüstülənir. Laboratoriyamızda var, bilirəm, oradan deyirəm. Təmiz halda rəngsizdir, lakin qatı nitrat turşusu qaldıqca parçalanır. Misal üçün, mənim laboratoriyamdakı nitrat turşusuna aiddir. Qaldıqca parçalanır, orada da NO2 əmələ gəlir. Alınan NO2-yə görə artıq nitrat turşusunun rəngi qonurlaşır, dəyişir, sarı rəngə çalır. Qonurlaşır deyəndə, yəni tündləşir demək istəyirəm. Yavaş-yavaş başlayıb baxırsan ki, sarı rəngədir. Misal, o maddə mənə ilk dəfə gələndə həqiqətən şəffaf idi, rəngsiz idi. Artıq 2 il keçibdi üstündən. İndi baxsaz görəcəksiniz ki, belə sarı rəngli bir şeydir. Niyə? Çünki qaldıqca tərkibindəki NO2 parçalanır və sarı rəngə çalır nəticədə nitrat turşusu. Onu tam şəkildə müşahidə eləmişəm laboratoriyada. Sonra keçirik fizika xassələrində dedik. Kimyəvi xassələrinə gəldikdə
Nitrat turşusu bildiyimiz kimi qüvvətli bir əsaslı turşudur. Eee, Bütün turşulara xarakterik xassələri göstərir, amma ki, bildiyimiz kimi nitrat turşusu hidrogen qazını ayırmır. Lakmusu qızardır, suda məhlulda dissosiasiya edir, amfoter oksidləri ilə, əsasi oksidləri ilə, metallarımız ilə reaksiyaya daxil olur. Metallardan reaksiyaya daxil olmur, qızıl ilə, platin ilə, digər metallar ilə reaksiyaya daxil olur. Nitrat turşusu da duru və qatı olur ki, durusu da, qatısı da hidrojeni ayırmır. Burada indi əsasi oksidlərlə və hidroksidlərlə reaksiyalarını bir-bir yazmıram. Özünüz orada oxuyanda görəcəksiniz. Mənə maraqlıdır metallar ilə reaksiyaları. Siz metallar ilə reaksiyasını bilməlisiniz əzbərə. Nitrat turşusunun durusu da, qatısı da metallar ilə müxtəlif cür reaksiya girir. Biz metalları 3 hissəyə, hətta 4 hissəyə bölürük. Reaksiyaya girməyənləri də saysaq. Deyirik ki, lityum, kalium, barium, stronsium, kalsium, natrium, yəni qələvi və qələvi torpaq metallar. Birinci qrupumuz budur. İkinci qrupumuz maqnezium, alüminium, manqan, dəmir, brom, nikel, sink. Üçüncü qrupumuz passiv metallarımız. Passiv metallar dedikdə qurğuşun, mis, civə, gümüşü nəzərdə tuturuq burada. Platin ilə qızıl isə ayrıca bir qrupumuzdur ki, ümumiyyətlə reaksiyaya girmir. Birinci qrupumuz, yəni bizim qələvi və qələvi torpaq metallarımız. Deyirik ki, duru nitrat turşusu ilə yazaq N2O verir. Yəni, misal üçün, bir misal şəklində yazaq. Kalsiumun üzərinə gəlsəm nitrat turşusunu, reaksiyamız alınacaq burada kalsium nitrat, N2O və su. Qatı nitrat turşusu bu metal. Yəni burada kalsiumun əvəzinə lityum da ola bilər, barium da ola bilər, natrium da ola bilər. Mən duru da qatıdan söhbət edirəm, duru deyirəm. Kalsium, barium, natrium qatı sulfat turşusu ilə reaksiyaya girir, N2O ayırır. Duru nitrat turşusunu isə biz orta məktəbdə öyrənmirik, çünki proses mürəkkəb prosesdir. Ona görə orta məktəbdə öyrənmirik. Burdan kalsiumun yerinə barium da, stronsium da, lityum da hər biri ola bilər. Daha sonra gəlirik ikinci qrup metallarımıza, yəni maqneziuma, alüminiuma, manqana, xroma, sinkə, dəmirə, nikkelə. Bunlardan duru nitrat turşusu NO verir. Üzrü sayın, qatı nitrat turşusu NO verir. Duru nitrat turşusu isə N2O, N2, NH3, NH4, NO3 qatılığından, temperaturundan asılı olaraq müxtəlif cür maddə əmələ gətirə bilərlər. Dedik ki, duru ilə qatını niyə belə səhv yerlərini deyirəm? Qatı nitrat turşusu aktiv metalları ilə verir N2O, orta aktivləri ilə verir NO. Yəni, misal üçün, alüminiumun üzərinə gəlsəm nitrat turşusunun qatısını, bu zaman alınacaq alüminium nitrat. İndi bir şərtimiz var ki, onu da deyəcəm. Alüminium nitrat, NO və su. Yadınızdadırmı? Biz sulfat turşusunu keçəndə deyirdik ki, sulfat turşusunun qatısında bəzi metallar passivləşir. O hansı metallar idi? Alüminium, xrom, dəmir və nikkel idi. Alüminium, xrom, dəmir və nikkeli əzbərə bilməliyik ki, istər qatı sulfat turşusu, istər qatı nitrat turşusu fərqi yoxdur. Bunlar ilə reaksiyada özləri əgər temperatur aşağıdırsa passivləşirlər. Passivləşirlər deyə biz bu zaman temperaturdan istifadə edərək nitrat turşusu məhlulunu qızdırmalıyıq. Qızdırmasaq bu reaksiya getmir və siz bunu əzbərə bilməlisiniz. Daha sonra deyirik ki, duru nitrat turşusu ilə bu dediyim metallarımız N2O, azot, NH3 və NH4NO3 verə bilər. Bu da asıllığımız turşunun qatılığından və temperaturdan asılıdır. Onu əzbər bilməyinizə ehtiyac varmı? Yox. Çünki əgər, misal üçün,
maqneziumun duru nitrat turşusu ilə reaksiyasından N2 olunan variantıdırsa, o reaksiyanı mütləq sizə verməlidir. Siz sadəcə bilin ki, N2O da alına bilər, azot da alına bilər. NH3 də, NH4, NO3 də. Gəldik passiv metallara. Passiv metallar dedikdə qurğuşun, mis, civə, gümüş nəzərdə tutulur ki, qatı nitrat turşusu ilə NO2 verirlər. Yəni misin üzərinə nitrat turşusunun qatısını gəlsən, buradan alınacaq mis nitrat, NO3 2 dəfə, NO2 və su. Əgər duru nitrat götürsəydim, NO2 əvəzinə NO alınacaq. Platin ilə qızıl isə ümumiyyətlə reaksiyaya girmirlər. Bunları da əzbərə bilməliyik. Daha sonra bunları da dedik. Sonra reaksiyalarını da təbii ki, özünüz əzbərləyib tətbiq eləməyi bacarmalısınız. Dedik ki, qızıl ilə platin nitrat turşusu ilə reaksiyaya daxil olmurlar. Amma yadınızdadırsa, bundan əvvəlki dərsdə də biz bunu demişdik. Səhv eləmirəmsə, halogenlər dərsində olmalıdır. Deyirik ki, qızıl qatı nitrat turşusu ilə florid turşusunun bir üst nisbətində birləşməsindən əmələ gələn qarışıqda həll olur. Həmin qarışığa da biz çar arağı deyirik. Qızıl və platin çar arağında həll olur. Aydın oldu? Daha sonra nitrat turşumuz bu metallarımızdan başqa bizim bəzi qeyri-metallarımız ilə də reaksiyaya daxil olur. Bu qeyri-metallarımız kükürt, fosfor, karbon və bordur. O reaksiyaları da yazıb əzbərə bilməliyik. Gözdən silim yazın. Kükürt, fosfor, karbon və bor. Kükürdün üzərinə nitrat turşusunu gəlsək, bu reaksiyadan alınacaq sulfat turşumuz, NO2 və suyumuz. Bu qatısındadır. Durusunda isə, qatısında işarə edək. Durusu da var axı. Kükürdün üzərinə nitrat turşusunun durusunu gəldikdə isə reaksiyadan alınacaq sulfat turşusu və NO. İki reaksiyanın fərqini bilməlisiniz. Qatısında alınır NO2, su, durusunda alınır NO. Fosfor qatısı ilə reaksiyaya girəndə yenə H3PO4, NO2 və su, yəni özünə uyğun turşu NO2 və su, durusunda isə H3PO4 və NO alınır. Daha sonra bunları da dedik. Sonra deyirik ki, nitrat turşusu işığın təsirindən və yaxud da qızdırıldıqda parçalanır. Nitrat turşusu NO2-yə, oksigenə və suya parçalanır. Yəni alındığı kimi də parçalanır. Qatı nitrat turşumuz deyirik ki, zülallarla reaksiyaya girir və sarı rəngli birləşmələr əmələ gətirir. Biz bunu amin turşularında da keçəcəyik. Bir də buna aid, səhv eləmirəmsə, hətta situasiya da olmalıdır. Deyirik ki, zəif közərdilmiş çöp və yaxud da ağac çəpəyi də nitrat turşusunda alışıb yanır. Bu situasiya, səhv etmirəmsə, 20 variantlı sınaqda olmalıdır. Alışıb yandığından biz bilirik ki, bu nitrat turşusudur, sulfat turşusu deyil. Orada deyir qatı turşudur. Qatı turşu ya sulfat turşudur, ya nitrat turşusudur. Alışıb yanmasından bilirik ki, bu nitrat turşusudur. Hardadır bu sual yadımda deyil. Ya ətraflıdadır, ya 20 variantlı sınaqdadır. İşləyəndə görəcəksiniz. Daha sonra keçirik nitrat turşusunun duzlarını. Nitrat turşusunun duzlarında da biz metalları 3 hissəyə bölürük. Aktiv metalların duzları, orta-aktiv metalların duzları və passiv metalların duzları. Aktiv metalların duzları dedikdə natrium, kalium, kalsium, barium, stronsium nəzərdə tutulur. Yəni litiumdan başqa digər aktiv metallarımız nəzərdə tutulur. Misal üçün deyirik natrium nitrat. Parçalanmasından alınır natrium nitrit və oksigen qazı. Litium da alınmır. Litium özünü burada orta aktiv kimi göstərir.
Orta aktiv metal dedikdə isə lityum, maqnezyum, alüminium, xrom, dəmir, sink və sairə. Bir də passiv metallardan misi bura aid edirik ki, yəni lityum nitratın parçalanmasından natrium kimi natrium nitrit və oksigen yox, burdan alınır lityum oksid, NO2 və oksigen qazı. Həmçinin mis nitratın da parçalanmasından alınır mis oksid, NO2 və oksigen qazı. Biz deyirik ki, bu reaksiyaları niyə oksigenin alınmasında istifadə etmirik? Çünki bu zaman oksigen alınan zaman həmçinin də NO2 qazı alınır. Biz də bilirik ki, NO2 qazı zəhərlidir. Ona görə də istifadə etmirik. Bu oldu orta aktivlər, yəni maqnezyum nitratın parçalanmasından da maqnezyum oksid, NO2 və oksigen qazı alınır. Passiv metallarda isə misal üçün civə nitratın və yaxud da gümüş nitratın parçalanmasından alınacaq gümüş, NO2 və oksigen qazı. Deməli, birinci növündə aktivdə alınır nitrit və oksigen qazı, orta aktivində alınır metalın oksidi, NO2 və oksigen qazı, passivində isə qurtarıram indi Rəqsanə, qurtarım get. Passivində metal, NO2 və oksigen qazı. Orta aktivlərimizdə isə metalın oksidi, NO2 və oksigen qazı, aktivlərimizdə isə nitritimiz və oksigen qazımız ayrılır. Onları da əzbərə bilməliyik ki, hansında necədir. Dedik ki, aktivlərdən lityumu özünü orta aktiv kimi göstərir, bir də passivlərdən mis özünü orta aktiv kimi göstərir. Bu da oldu sizə nitrat turşusunun duzları. Bir də gəlirik nəyə? Nitrat turşusunun azotun birləşmələrinin təyinində. Deyirik ki, amoniakı biz necə təyin edirik? Amoniakı iyinə görə təyin edirik. Çünki amoniakın özünün xarakterik iyi var. Lakmusa görə təyin edirik ki, amoniak sulu mühitdə lakmusu göyərdir. Xlorid turşusu ilə də müəyyən edirik ki, amoniak xlorid turşusu ilə ağ tüstü əmələ gətirir. Sonra deyirik ki, amonium duzları. Amonium duzlarını biz qələvi ilə təyin edirik. Çünki hər hansı bir amonium duzunun üzərinə qələvini gəldikdə amoniak qazı alınır ki, onun xarakterik iyindən bilirik ki, burada amonium duzu var imiş. Nitrat turşusunu passiv metala görə müəyyən edirik. Əgər qatı nitrat turşusudursa, oradan NO2 ayrılacaq. Mən biləcəm ki, buradakı qatı nitratdır. NO2 ayrılmasa, biləcəm ki, burada qatı nitrat deyil. Daha sonra heç bir şeylə bunlar. Aydın oldu hamısı sizə.